Hər kəsi salamlayıram. Siz Lunavent kanalında Danışır Kitab rubrikasına qulaq asırsınız. Bu rubrikada sizə düşüncəni zənginləşdirən və həyatımıza praktik faydalar verən kitabların səsləndirilmiş versiyalarını təqdim edəcəyik. Bugünkü kitab psixologiya və insan davranışları sahəsində klassik hesab olunan bir əsərdir. Söhbət Robert Cialdini'nin İnandırma Psixologiyası kitabından gedir. Əgər siz də qarşı tərəfi daha yaxşı başa düşmək və eyni zamanda təsir altına düşməmək istəyirsinizsə, bu kitab sizin üçündür. Beləliklə, gəlin birlikdə ilk fəsildən başlayaq. Fəsil 1. İnandırma vasitələri. Bir gün mənə Arizonada Hind zərgərlik məmulatları satan rəfiqəm zəng vurdu. Onun həyatında qəribə bir hadisə baş vermişdi və düşünmüşdü ki, mən bir psixoloq kimi bunun səbəbini izah edə bilərəm. Turizm mövsümünün pik dövrü və mağazanın da alıcılarla dolu olmasına baxmayaraq, onun mağazasındakı firuzə qaşlı məmulatlar çox az satılırmış. Halbuki qiymətləri də baha deyilmiş. Rəfiqəm vəziyyəti düzəltmək üçün bir-iki standart bizliyi işlədir. Firuzə qaşlı məmulatlar olan vitrini mağazanın mərkəzinə qoyur. Yenə xeyri olmur. Ardınca satıcıları göstəriş verir ki, turistlərə ilk növbədə o malları təklif etsinlər. Bu da nəticəsiz qalır. Rəfiqəm bundan qəzəblənir və artıq onda qıcıq doğuran maldan ziyanına da olsa qurtulmaq istəyir. Bir axşam nə üçünsə şəhərdən getməzdən əvvəl baş satıcıya həmin məhsulun yarı qiymətə olması üçün bir qeyd yazır. İşə bir neçə gün sonra qayıdan rəfiqəm görür ki, malın hamısı satılıb. Amma biləndə ki, satıcı onu səhv başa düşüb, qiyməti 2 dəfə azaltmaq əvəzinə 2 dəfə artırıb və bütün partiya məhz bu qiymətlərlə satılıb, heyrətə gəlir. Rəfiqəm bunun səbəbini öyrənmək üçün zəng vurmuşdu. Mən orada nə baş verdiyini dərhal anlasam da, ona dedim ki, səbəbini öyrənmək üçün mənim başıma gələn hadisəni dinləməlidir. Əslində bu, Hinduşka kürdləri haqqında hekayədir və nisbətən cavan elm sahəsinə təbii şərtlərdə yaşayan heyvanları öyrənən etologiyaya aiddir. Hinduşka çox yaxşı anadır. Öz balalarını sevir, onları bəsləyir, ciddi cəhdlə qoruyur, balaca hinduşkaları təmizləməyə bir yerə toplayıb isitməyə xeyli vaxt sərf edir. Amma onun davranışlarında qəribə bir məqam var. Onda analıq instinktini yalnız balasının cip-cip səsi oyadır. İy və görünüş onu həyəcanlandırmır. Bala hinduşka səsini çıxarırsa, anası onun qeydinə qalır, çıxarmasa heç vecinə də almır, hətta öldürə də bilir. Heyvan davranışlarının araşdırmacısı Fox, hinduşka kürdünün yalnız səsi olan orientasiyası ilə bağlı eksperiment aparıb. Bunun üçün hinduşkanın təbii düşməni olan safsarın kamuflyajını hazırlayıb. Adətən bu heyvanı görəndə hinduşka uca səslə qışqırmağa başlayır. Dimdiyi və caynaqları ilə onu parçalamağa çalışır. Eksperiment zamanı hinduşka kürdü safsarın kamuflyajına da dərhal və amansız hücumla reaksiya verib. Amma bu kamuflyajı cip-cip səsi çıxaran mexanizm qoşandan sonra hinduşka onu nəinki sakit qarşılayıb, hətta altına balalarının yanına çəkib. Səsi kəsilən kimi kürdün qəzəbi bərpa olunub. Bu situasiyada hinduşka çox gülməli görünür. Öz düşmənini ancaq ona görə qucaqlayır ki, ondan cip-cip səsi gəlir və öz balasını ona görə rədd edir, hətta öldürə də bilir ki, o cippildəmir. Bu halında hinduşka analıq instinkti bircə səsdən asılı olan avtomata bənzəyir. Etioloqlar qeyd edirlər ki, bu xüsusiyyət başqa heyvanlarda da var. Alimlər mexaniki davranış modellərini bir çox heyvan növlərində aşkara çıxarıblar. Fiksasiya olunmuş davranış modellərində mürəkkəb hərəkət ardıcıllıqları da ola bilir. Məsələn, cəzb etmə və ya cütləşmə prosesindəki rituallar kimi. Bu modellərin əsas xarakteri xüsusiyyəti hərəkətlərin həmişə eyni şəkildə və eyni ardıcıllıqla baş verməsidir. Elə bil modellər maqnitofon lentinə yazılıb və heyvanın qarnına yerləşdirilib. Cəzb etmək lazım gələndə bir lent yazısı, analıq dövründə isə digəri işə düşür. Sanki maqnitofon çık deyə işə düşür. Lent fırlanır və ardıcıl hərəkətlər başlayır. Ən maraqlısı bu lent yazılarının necə işə düşməsidir. Məsələn, hər hansı növə aid erkək
öz ərazisini müdafiə edəndə ondakı aqressiya və döyüş ovqatı yazısını işə salan siqnal eyni növə aid başqa bir erkəyin onun ərazisinə daxil olmasıdır. Amma bu sistemdə bir qəribəlik var. Çünki start komandasını verən rəqibin özü yox, onun hansısa bir xüsusiyyətidir. Çox zaman ilk baxışda bu xüsusiyyət əhəmiyyətsiz görünür. Bəzən hətta rəng çaları kimi xırda bir detal lent yazısını işə sala bilir. Etioloqların təcrübəsi göstərir ki, məsələn, erkək şəfəq bülbülü onun ərazisinə daxil olmuş digər erkəyin ancaq qırmızı lələklərinə hücum çəkir. Qırmızı lələkləri olmayan kamuflaja isə heç bir reaksiya vermir. Başqa bir quş növü ilə bağlı araşdırmalar zamanı da analoji nəticələr əldə olunub. Göyboğaz qaratoyuğun start düyməsi quşun boğaz nahiyəsindəki göy rəngli lələklərə reaksiya verib. Beləliklə, start komandası verən əlamətlərdən istifadə etməklə heyvanları situasiyaya qətiyyən dəxli olmayan reaksiyalara məcbur etmək olar. Ancaq biz iki məqamı diqqətə almalıyıq. Əvvəla, fiksə olunmuş hərəkətlərlə bağlı avtomatik modellər əksər hallarda çox yaxşı işləyir. Nəzərə almaq lazımdır ki, yalnız sağlam balalar cip-cip səsi çıxara bilir. Hinduşka da ana kimi məhz o səsə reaksiya verir və ona görə də demək olar ki, heç vaxt yanılmır. İkincisi, biz anlamalıyıq ki, insanlarda da yazılmış davranış modelləri var. Adətən onlar bizim xeyrimizə işləyir. Ancaq burada da start yaradan əlamətlərdən sui-istifadə edib insanları gülünc hala salmaq olar. Yazıları uyğun olmayan vaxtda işə salmaq mümkündür. Harvard Universitetinin sosiologiya psixoloqu Ellen Langer maraqlı eksperiment aparıb. Başqasına nə üçün yardım etmək lazım olduğunu bilmək insan davranışının yaxşı tanınan prinsiplərindəndir. Biz kimdənsə özümüz üçün bir şey istəyəndə, ona xahişimizin səbəbini də deyiriksə, daha ciddi nəticə əldə edə bilirik. Çünki konkret bir səbəbə görə yardım etmək insanların xoşuna gəlir. Langer kitabxanadakı Xerkos aparatına növbə tutmuş insanlardan xahiş edib ki, ona aparatdan növbəsiz istifadə etməyə icazə versinlər. Əvvəlcə o, müraciətini belə formalaşdırıb. Bağışlayın, məndə cəmi 5 səhifədir. Olarmı onları çap edim? Çünki mən tələsirəm. Xahişin bu forması 94%lik uğurla nəticələnib. Sonrakı dəfə Langer müraciətinin məzmununu dəyişib. Bağışlayın, məndə cəmi 5 səhifədir. Olarmı onları növbəsiz çap edim? Bu variantda o 60%lik nəticə əldə edib. İlk baxışda elə görünür ki, bu iki variant arasındakı fərq birinci variantdakı çünki mən tələsirəm informasiyasıdır. Amma üçüncü variant məsələnin tam da belə olmadığını göstərib. Langer xahişini yeni bir şey əlavə etmədən, amma fərqli formada təkrarlayıb. Bağışlayın, məndə cəmi 5 səhifədir. Olarmı onları növbəsiz çap edim? Çünki mənə bir neçə nüsxə lazımdır. Bu dəfə də az qala hamı razılaşıb. Halbuki xahişdə hər hansı ciddi səbəb və ya yeni informasiya yoxdur. Bu eksperiment aşkara çıxarıb ki, belə situasiyalarda əsas göstərici faktor çünki sözüdür. Hinduşka kürtündə hətta oyuncaq safsardan gələn cip-cip səsi də avtomatik olaraq analıq instinkti oyatdığı kimi, Langerin araşdırma subyektlərində güzəşt reaksiyasını işə salan səbəb çünki sözü olub. Siqnal başlandı. Doğrudur. Langerin araşdırmaları insanların bütün situasiyalarda avtomatik hərəkətə keçmədiyini göstərir. Amma bu prinsipin bir çox hallarda keçərli olduğunu da ortaya qoyur. Məsələn, zərgərlik mağazasında alıcıların qəribə davranışını xatırlayın. Əvvəl bəyənilməyən firuzə qarşılı məmulatların 2 dəfə bahalaşması onları dərhal hərəkətə keçirmişdi. Siqnal başlandı effekti xaricində bunun izahını tapmaq çətindir. Böyük qismi varlı olan və böyük ehtimal firuzədən baş çıxarmayan turistlər standart prinsip stereotip üzrə hərəkət ediblər. Bahalıdırsa, yaxşıdır. Çoxsaylı araşdırmalar göstərir ki, malın keyfiyyətindən əmin olmayan alıcılar çox vaxt bu stereotipdən istifadə edirlər.
Yaxşı zinət əşyası almaq istəyənlərə bahalı firuzələr daha arzu edilən və daha cəlbedici görünüb. Beləliklə, keyfiyyətin müəyyən edilməsində bahalanma start mexanizmini işə salan əlamətə çevrilib. Böyük qiymət artımı yaxşı mal axtaran alıcılar sayəsində satış səviyyəsini ciddi şəkildə artırıb. Siqnal başlandı. Əlbəttə, sadə alış-veriş ənənələrinə görə turistləri qınamaq asandır. Situasiyanı dərindən analiz etdikdə isə bütün obyektiv və subyektiv səbəbləri görmək mümkündür. Firuzə alıcıları nə qədər ödəyirsinizsə, o qədər alırsınız təbliğatı ilə böyümüş insanlardır. Onlar bu qaydanın həmişə doğru olduğunu görüblər. Sonradan onlar onu bahalıdırsa keyfiyyətlidir şəklində modelləşdiriblər. Bu stereotip onların təcrübəsində həmişə özünü doğruldub. Çünki normalda malın qiyməti onun keyfiyyətinə uyğun müəyyənləşir. Daha yüksək qiymət daha keyfiyyətli mal deməkdir. Ona görə də təəccüblü deyil ki, zərgərlik sahəsində xüsusi bilgilərə malik olmayan insanlar zinət əşyasının keyfiyyətini onun qiymətinə əsasən təyin edirlər. Onlar özləri də fərqinə varmadan stereotip düşüncəyə istinad edirlər. Firuzə məmulatlarının keyfiyyət əlamətini və onların real qiymətini araşdırmaq əvəzinə onlar qısa yol seçirlər və keyfiyyət göstəricisi kimi malın qiymətini əsas götürürlər. Onlar malın qiymətinin onun dəyərinə və keyfiyyətinə adekvat olduğu qənaətinə istinad edirlər. Amma satıcı qiyməti səhvən 2 dəfə artıranda alıcıların qənaəti yanlış olmuşdu. İnsanlar əsasən avtomatik, stereotip davranış növü göstərirlər. Çünki bir çox hallarda bu özünü doğruldur, bəzənsə hətta vacib olur.